Salam, hər vaxtınız xeyir. Bu günlərin magistratura qəbul imtahanına düşən sual nümunəsinə baxırıq. Son dövrlərin məşhur suallarındandır. Demək olar hər qəbul imtahana düşür. Baxaq sualın şərtinə. Görək bizə sualın şərtində nə bildirir? Eyni hərflərin eyni, fərqli hərflərin isə fərqli ədədlərə uyğun olduğunu bilərək cədvəldəki məlumatlara əsaslanıb tapşırığı yerinə yetirin. Bizə cədvəldə bildirir ki, 1, 2, 3 və 4 rəqəmlərindən əmələ gələn 2 rəqəmli natural ədədlər burada verilən hərflərlə ifadə olunur. Bircə saniyə. Deməli, bu hərflərlə ifadə olunubdur. Biz baxaq görək, 1, 2, 3 və 4 rəqəmlərindən hansı ədədlər ala bilərik? 2 rəqəmli ədədləri. Misal üçün 11, 12, 13 və 14. Sonra 21, 22, 23, 24. 31, 32, 33, 34. Sonra da 41, 42, 43 və 44. 16 dənə rəqəm ədəd ala bilərik. 1, 2, 3 və 4 rəqəmlərindən istifadə etməklə. Və sonra da bizə bildirir ki, cerb sözündəki hərflərə uyğun ədədlərin cəmini tapın. Mən bunu necə tapacağam? Hələ rast sözünü istəyir. Sonra knockdown sözündəki hərflərə uyğun olan ədədlərin cəmini istəyir. Mən bunları necə tapacağam? Deməli, baxıram ki, eyni rəqəmlərdən təşkil olunmayanlar. Yəni, burada verilən hərflər 11, 22, 33, 44 deyil. Sonuncu rəqəmi 2 olmayanlar. Yəni, burada olanlar 12, 22, 32, 42 deyil. 2də 1 hissəsi 12-dən böyük olanlar. 2də 1 hissəsi 12-dən böyük olanlar, yəni 24-dən böyük olan ədədlərdir buradakılar. Yəni 31, 32, 33, 34, 41, 42, 43, 44. Həmin ədədlərdir. Sonuncu rəqəmi 1 olanlar, sonuncu rəqəmi 1 olan 11, 21, 31, 41. Və burada da yazıb ki, cüt ədədlər də 12, 14, 22, 24, 32, 34, 42, 44. Bunlardır. İndi baxaq. Bizə lazımdır cerb. Deməli, C hərfi harada var? Birinci oranı araşdıraq. C hərfi var, sonuncu rəqəmi 1 olanların içində. C hərfi var, 2də 1 hissəsi 12-dən böyük olanların içərisində. Sonra C hərfi eyni rəqəmlərdən təşkil olunmayanlar da var. Baxaq görək indi. Sonuncu rəqəmi 1 olanlar. Sonuncu rəqəmi 1 olanlar hansılardır? 11, 21, 31, 41. Sonra 2də 1 hissəsi 12-dən böyük olanların içində var. 2də 1 hissəsi 12-dən böyük olanlar deyirsə, 11 və 21-i çıxacam buradan. Mənə qalacaq 31 və 41. İkisindən biri C-nin şifrəsidir. Sonra baxaq, eyni rəqəmlərdən təşkil olunmayanlar deyir. Eyni rəqəmlərdən təşkil olunmayanlar deyirsə, 31, 41, 12 eyni rəqəmdən təşkil olunmuyor. Sonra baxaq, bura görək, burada nə yazıbdır? 1 əlavə etdikdə 3-ə qalıqsız bölünənlər. Burada C yoxdursa, deməli, 1 əlavə eləyəndə C 3-ə qalıqsız bölünmür. Burada olanlar bölünəndir. 1 əlavə olunanda 3-ə qalıqsız bölünənlərdir. C də burada yoxdursa, deməli, 1 əlavə eləyəndə, C-nin üzərinə 1 əlavə eləyəndə 3-ə qalıqsız bölünməyəcək. 41-in üstünə 1 əlavə eləyəndə 42 3-ə bölünür. Deməli, bu 41-də olan 41 bu şifrələr hərflərin hansısa biridir. Bizə lazım oldu, bizə qaldı 31. 31-in üstünə 1 gəlsək, 32 3-ə qalıqsız bölünmədiyi üçün deməli, bizə orada olmayacaqdır. C oldu 31. Sonra baxaq E hərfinə. E hərfi harada var? E hərfinin olduğu yerləri baxaq. Rəqəmlərini yazaq. Görək, hansıları yaza bilərik biz. E hərfi, misal üçün, eyni rəqəmlərdən təşkil olunmayanlar. Bunlar biraz çoxdur. Başqa yerdə E hərfi varmı? E hərfi, cüt ədədlər. 8 dənədir. Başqa yerdə E hərfi yoxdur. Deməli, cüt ədədləri yazaq. 12, 14,
22, 24, 32 ve 34, sonra da 42, 44. Görək buradan nə çıxacaqdır? Cüt ədəddir. Y cüt ədəddir. Sonra Y var burada. Eyni rəqəmlərdən təşkil olunmayanlar. Deməli, bu eyni rəqəm ola bilməz. 22, 44 çıxacaq. 22 və 44 ola bilməz. Yerdə qaldı 6 dənə rəqəmimiz. Sonra 2'də 1 hissəsi, burada yazıb 2'də 1 hissəsi böyük, 12'dən böyük olanlar. Y burada olmadığı üçün, deməli 2'də 1 hissəsi bunun 12'dən kiçik ədəddir. 2'də 1 hissəsi 12'dən kiçik ədəd olduğu üçün 42, 32, 34 bunlar çıxacaq. Mənə qalacaq 12, 14, 24. 24'ün də 2'də 1 hissəsi 12'dən 12 olduğu üçün 12'dən böyük olanlar deyirsə, deməli mən 24'ün özünü götürə bilərəm. 12 ola bilər. 12'dən böyük olanlar içindədir. Sonra baxaq. 1 əlavə etdikdə 3'ə qalıqsız bölünənlərin içərisində E hərfi yoxdur. Bunların deməli 1 əlavə edəndə 3'ə qalıqsız bölünən 14 1 əlavə edəndə 3'ə qalıqsız bölünür. Y hərfi ola bilməz. 14 bu hərflərdən hansısa birinin kodudur. Deməli 14 də çıxdıq. Qaldı 12 və 24. Sonra sonuncu rəqəmi 2 olmayanlar. 2 olmayan deyirsə, burada Y hərfi yoxdur. Y hərfi yoxdur, deməli Y'nin sonunda 2 var. O zaman 24'ü də çıxacaq, qalacaq 12. Y də oldu 12. Gəlirik R hərfinə. R hərfi harda var? Hansı ehtimallarla başlaya bilərəm? Yenə R hərfi sonuncu rəqəm 1 olanların içində var. 31'i çıxacam, 31 girdadır. Qalacaq mənə 11, 21 və 41. Baxaq, R hərfi başqa harda var? Onu araşdıraq. Görək mən bu R-yə nə yaza bilərəm? Hansı hərf ola bilər? R hərfi deməli, R hərfi ancaq sonuncu rəqəmi 2 olmayanlardır. Məndə onsuz ki 2 yoxdur. Bura baxa bilmirik. Buradan nəticə çıxarda bilmirik. 2'də 1 hissəsi 12'dən böyük olanların içində R yoxdur. Deməli, 2'də 1 hissəsi 12'dən böyük deyil bunun. Kiçikdir. 2'də 1 hissəsi 12'dən kiçikdirsə 41 çıxdı. Qalır 11 və 21. Sonra 1 əlavə etdikdə 3'ə qalıqsız bölünənlərin içində var. Bunun hansına 1 əlavə edəndə 3'ə qalıqsız bölünür. 11'in üstünə 1 əlavə edəndə 3'ə qalıqsız bölünür. Sonra eyni rəqəmlərdən təşkil olunmayanlar deyir. R hərfi orada da yoxdur. Deməli, eyni rəqəmdən təşkil olunubdur. Mən buradan da götürə bilərəm 11'i. Sonra qaldı bir dənə B hərfi. B hərfi də yenə eyni qaydada sonuncu rəqəm 1 olanların içində var. Oradan 11'i də buradan çıxartdıq. Qaldı 21 və 41. Baxaq görək 21 və 41. B hərfi yenə burada yoxdur. 2'də 1 hissəsi 12'dən böyük olanların içərisində yoxdursa, deməli 41'i çıxardacam. Qalacaq 21, 31, 21, 11 və 12. Bunları toplayırıq, olur 89 nömrəli testimizin cavabı. Toplayaq, baxaq görək neçə alınır. 1, 2, 1, 1, 3, 5, 3, 1, 4, 5, bu da 2, 7. 75. Deməli, testimizin cavabı olacaq D variantı.